Qızım, özünü təqdim elə görüm. Mən Məmmədova Nuray Pənah qızı. Məmmədova Nuray Pənah qızı, eləmi? Bəli. Sənin atan 1-ci Qarabağ savaşında olub, yoxsa 2-cidə? 1-ci Qarabağ müharibə veteranı, 2-ci Qarabağ müharibə iştirakçıdır. Hər iki müharibədə iştirak edib, eləmi? Bəli. Nə baş veribdi? De görüm, atan müharibə veteranıdır, yoxsa qazidir? Müharibə veteranıdır. Yəni atanda yaralanmazada olmayıbdı? Başından qəlpə yarası alıb. Başından qəlpə yarası alıb döyüşdə, eləmi? Bəli. Aha, indi danış görüm, nə baş verib? Sizin probleminiz nədir? Bizim problemimiz, biz ünvanlı dövlət sosial yardıma müraciət etmişdik. Aha. Həmin yoxlama gələn zaman atam bizim evdə olubdu. Atam yəni bizdən ayrı yaşayır. Atam bizim evə gəlmişdi ki, bizə paltar. Bir yerdə yaşamırsınız. Bəli, atam bizə paltar almaq üçün yaşadığımız ünvana gəlmişdi. Həmin zamanda sosialdan yoxlama gəlmişdi. Yoxlama atam gördükdə dedi ki, sizə sosial düşmür. Gedən zaman atam deyir, bizə bir il səbəbsiz yerə sosial vermədilər. Atam dedi ki, qulaq as görüm hələ. Atanla anan rəsmi şəkildə ayrılıblar, yoxsa qeyri-rəsmi? Qeyri-rəsmi. Yəni ki, onlar evli olmayıb. Evli olmayıblar, eləmi? Bəli. Aha. Amma atan daima sizlə maraqlanır da? Bəli, o bizə baxırdı. Yem, paltarımız. 3 uşaq. 3 uşağı var atanın. Atanın 2-ci ailəsisiz, yoxsa 1-ci ailəsisiz? 2-ci. 2-ci ailəsiz, eləmi? Bəli. Aha, olsun. Yəni kəbinlə olursunuz da, onda belə kəbin olub aralarında. Rəsmi nikah olmayıb. Xeyr. Aha. İndi atan gəlmişdi sizə. Bəli, bizə paltar almaq üçün yaşadığımız ünvana gəlmişdi. Həmin zamanda yoxlama. Atamı evdə gördükləri üçün dedilər ki, sizə sosial düşmür. Atam da dedi ki, bir ildir mənim evlatlarımın haqqını niyə yeyirsiniz? Onlar dedi ki, yox, sizə sosial düşmür. Atam nə qədər izah eləməyə çalışdı ki, paltar almağa gəlmişəm. Onlar dedi ki, yox, gedirik də, yəni düşməyəcək sosial. Bu zamanda atamla aralarında mübahisə baş verib. Atam bəzi kobud ifadələr işlədibdi. Neçə nəfərdirlər o gələnlər? 2 nəfər. 2 nəfər. Sən evdəydin onda? Xeyr. Məktəbdəydim. Şahid kim var? Şahid var yanında, o hadisələr görən adam var yanında? Xeyr, sadəcə anamla atam olubdu. Ananla atan olubdu. Aralarında deməli mübahisə olubdu Sosial Müdafiə Nazirinin əməkdaşları ilə? Bəli. Xoşagəlməz hal yaşanıbdı. Xoşagəlməz hal nəyə deyirsən? Döyüşüblərmi, savaşıblarmı, yoxsa döyüşüblərmi? Nə baş verib orada? Yox, heç bir dalaş, yəni ki, bəzi kobud ifadələr işlədib atam. Bir də maşına biraz xəsarət yetirib, gəldikləri maşına. Xəsarət yetirib nə ilə? Təpi ilə mi vurub? Daşıyla mı vurub? Ağacıyla mı vurub? Dəmirlə mi vurub? Təpiklə vurubdu maşına. Bir də xırda bir daşla şüşəsini belə vurubdu. Həmin maşına dəyən xəsarət də ödənilibdi. Sonra nə baş veribdi? Mən dedim, sənə tez-tez sual verməyim ki, sən danışarsan, sən nə baş verir, danış ki, danışmayasan mən elə dəqiqədə sənə niyə sual verim mən? Onlar mübahisə baş verəndən sonra onlar çıxıb gediblər, sonra atamdan şikayətçi olublar və mülki iş açılıb atama. 3 ay sonra isə Mingəçevir şəhərinin müstəntiqdə, prokurorluqda nə edibsə, birdən-birə yəni cinayət işi oldu bu 3 aydan sonra və bizə atama heç bir məlumat verilmədən çağırdılar ki, şöbəyə gəlməlisiniz və 5 aydır ki, ondan sonra da tutublar. Bizə də deyirlər ki, yuxarıdan sifarişdir, müstəntiq bizə, vəkilimiz müstəntiq deyir ki, sifarişdir yuxarıdan, belə olmalıdır, cinayət işi açıldı və bir müddət sonra da 221.1-ci maddədən 221.3-cü maddəyə qaldırdılar işini. İndi nə qədər hara müraciət ediriksə, Mingəçevir şəhər prokurorunun qəbulunda da olmuşuq, Himalay müəllimin qəbulunda da olmuşuq. Bizə yalandan vədlər verirlər ki, işiniz həll olur, gedin. Dəfələrlə gedib gəlməyimizə baxmayaraq bizə heç kim köməklik etmir. Uşaq 80 manat veteran pulu ilə dolana bilmirik. Qardaşım körpədir, 5 yaşı var. Qulaq as görüm mənə, qızım. Bax, burada 221.3 yazır ki, xulqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə. Bu silah və silah qismində əlində nə olub bu adamın ki, silah qismində ki, sən... Balaca bir daşla maşının pəncərəsinə döyüb. Daşa silah deyirlər də, artıq məhkəmədə, prokurorluqda, polisdə deyirlər ki, bu daşdır, eləmi? Bəli, daşı orada, daşı silah qismində götürdülər. Və 5 ayda yaxında atan içəridədir.
Bəli, iş verilməyib, amma ki, dəfələrlə elə məhkəməsi olur, sonra yenidən göndərirlər. Mingəçevir məhkəməsində olur, yoxsa Şəki məhkəməsində? Mingəçevir məhkəməsində də oldu, Şəki məhkəməsində də. Nə deyirlər bəs məhkəmədə? Siz gedib danışmırlar, bir vəkil nə danışır orada? Demirlər, bu adamı niyə saxlayıbsınız? Laf tutalımdır ki, indi əvvəla elədiyi yanlışlıqdır, xulqanlıqdır. Yəni o da xırda xulqanlıqdır. Onu da nəzərə almalıdırlar ki, bu müharibə veteranıdır, başında qəlpəsi var, əsəbi olur. Uşaqlar, birinci uşaq ailəsindən uşaqlar orada, ikinci uşaq ailədən olan uşaqlar burada. Yəni saxlamaq çətindir, dolanışıq çətindir. Bunların hamısını nəzərə almalıdır axı bu məhkəmədə və yaxud da istinadda. Bunlar heç alınmayıblar, yoxsa necə? Qapalı məhkəmə olub, biz olmamışıq. Vəkilin bizə dediyinə görə deyirlər ki, sadəcə barışıq ərizəsi gəlməlidir ki, uşaqlardan buraxaq. Başqa da heç nə demirlər. Qapalı məhkəməni qapalı keçirdilər, eləmi? Bəli. Niyə? Sual verilmir, niyə qapalı keçirilir? Bu siyasi məsələ deyil, yaxud da elə bir ciddi məsələ deyil ki, burada dövlət sirri yayılsın deyəsən ki, burada dövlət sirri yayılacaq deyən qapalı keçirilməlidir. Xeyr, biz nə qədər desək də ki, niyə heç bir səbəb bizə səbəbini açıqlama vermirlər. Axırıncı bir dənə məhkəməsi, ən axırıncı məhkəməsi açıq məhkəmə olubdur. Digər indiyənə qədər olan bütün məhkəmələr qapalı məhkəmədir. Vəkilinizin nömrəsi var? Vəkilimizin nömrəsi bəli. Onu verə bilərsən mənə, mən yığım vəkilinizi sizin. İndi danışdığımız telefondadır. Buradan çıxıb verə bilirik. Çıxsa da artıq efir dayanacaqdır. Yoxsa mən yığardım vəkili, birbaşa vəkillə buradan danışardım. Görəm, nə məsələdir? Sən atağın demə, adı Pənahdır, familiyası Məmmədov, eləmi? Sultanov, bəli. Sultanov, Məmmədov, Pənah Sultanoğlu. Hal-hazırda 5 aya yaxındır içəridədir. Bəli. Mingəçevir məhkəməsində hansı hakim baxır işə? Elza Cəbrayılzadə. Elza Cəbrayılzadə. Bəs vəkil nə deyir? Vəkil danışmayıb məhkəmədə ki, nəməz. Özdə həm də o deyirsiniz ki, barışıq ərizəsi. Yəni indi o qarşı tərəfin pulu ödənilibdir. Maşınlarına dəyən ziyan ödənilibdir. Bunlar barışıq ərizəsi vermirlər? Xeyr. Nə deyirlər bəs? Deyirlər ki, bizə yuxarıdan tapşırıq veriblər ki, heç qəti şəkildə barışıq ərizəsi verməyin. Biz versək, bizi işdən çıxardacaqlar və bizə belə sözlər deyirlər, yəni ki, vermirlər. Demirlər, yuxarı kimdir? Bu yuxarı deyəndə bu kimi nəzərdə tuturlar? Bəlkə ikinci mərtəbəni deyir, üçüncü mərtəbəni deyirlər elə. Himalay müəllimi nəzərdə tuturdular. Himalay müəllim kim ola? O, Sosial Müdafiə Fondunun Sosial Müdafiə Nazirində, bəli. Hə. İndi oranı çıxartdılar oradan, getdi indi Maliyyə Nazirinə mavin. Artıq o Sosial Müdafiə Nazirliyində deyil. Bəli, amma çıxmamışdan qabaq biz və şəhid ailəsi dəfələrlə qəbulunda da olmuşuq, kömək istəmişik. O isə bizə həll olub deyib, yardım vəd veribdi, amma heç bir iş görünməyibdi, yəni. Siz indi təzədən niyə getmişsiniz? Bu adam yoxdur orada. Artıq işdən çıxardıblar o adamı. Bir tayfada bir ağsaqqal, qara saqqal, ağbirsə yoxdur mu? Getsin onların qapısına desin ki, kişi olun. Adamın bir mənliyi olar, kişiliyi olar. Mən sənin atava haqq qazandırmıram ha. Ki, məsələn, atam bunu eləyib düz edib. Yox, eləməməlidir. Xulqanlıqdır, cəzasını çəkməlidir. Amma bunu artıq götürüb belə bir tövsis eləmək ki, 121-ci maddənin 3-cü bəndi ilə ki, bu güya silah və silaha bənzər şeylərlə hücum edib, nə edibdir? Bu yanlışdır. Mən bunu qəbul eləmirəm. Bəli, etdiyi əməldən peşmandır, yəni ki, səhv etdiyini başa düşübdür. Mən də onun adından üzr istəyirəm. Və mən prezidentimizdən kömək istəyirəm ki, atamın bu işi ilə, prezidentimizdən də, sizdən də kömək istəyirəm ki, bu işlə maraqlanasınız. Heç kəs bu işə baxmır. Hara müraciət edirsə gözləyin deyib, bizi 5 ayda elə yubadırlar. Yaxşı, oldu qızım, təşəkkür edirəm. Bayaq baxıram, orada yazırlar ki, qardaşlardan bilmədim, adını yadımda saxlayamadım. Kim olur olsun, qanun qarşısında cavab verməlidir. Bəli, qanun qarşısında cavab verməlidir. Bilirsiniz, İmişlidə də belə bir hadisə baş vermişdi. O qəzadan dolayı polis maşınına zədə vurmuşdular. Bu adamlar hamısı 3 ay haqlarında deməli qəti imkan tədbiri seçildi. 3 aylığına 15 sukalığa verildi. Vəssalam, qutardı, getdi. İnsandır. Ekstaz vəziyyətinə gəlir. Elə bir vəziyyətə gəlir, çatır ki, özünü saxlaya bilmir. Hər kəsə bu bəllidir. Bəzən görürsən ki, ən yaxın adamlarının belə qəlbini qıra bilir insan. Ən yaxınında olanı. Kim çatır? Bundan hamısı məhkəmədə bu şeylər nəzərə alınmalıdır. Məsələn, bunu 6 aylıq islah işləri verə bilərdilər. İşləyib dövlətə pul ödəməsi ilə bağlı bir qərar verə bilərlər haqqında. Amma sən bir atanın
3 övlad orada, 3 övlad da burada. 6 övladı, övladlı atanın, müharibə veteranı qazisini sən əgər tutub türməyə qatırsansa, aylarla saxlayırsansa, bəs bunun balası nə yeməlidir? Sən bunu heç fikirləşirsən ki, hökumətsən, bax sən bunu fikirləşməlisən. Bu necə olacaqdır? Fikrim çatır dostlar. Bunu başqa cəzalarla əvəzləndirmək olar. Sən necə ola bilər ki, dövlətin 100 milyon vəsaitini yeyən adama 1 il, 2 il iş verib türməyə türmədən buraxa bilirsən? Amma sıradan bir maşına bir daşı götürüb vurubdur deməli, gələn adamların ünvanlı sosial yardımla var, gələn adamların maşınına şüşəsini qırıbdır, sən bunu 5 ayda həbsxanada saxlayırsan və məhkəməsi gedir. İllərlə bu məhkəmə uzana bilər. Niyə uzanmalıdır? Bir dəqiqə, mən indi onu yığıram, vəkillə yığacam, buradan danışdıracam. Dostlar, ola bilər ki, məsələn, uşaq da bizə yanlış məlumat verə bilər. Ha, mən bilməm, indi orada tamam başqa şeylər də ola bilər, bıçaq çıxarıla bilər, nə bilim, armatur götürülə bilər, lom götürülə bilər, hər şey ola bilər. Salam aleyküm. Aleyküm. Adım mənim sizsiniz? Bəli, mənəm. Necəsiz? Keyfiniz zəfaz necədir? Adım mənim, sizi narahat edən Hürriyyət TV-dən Vüqar Tofiqoğludur. Laf yaxşı. Adım mənim, mən sizi canlı yayımdan arayıram. O Məmmədov Pənahın işi ilə bağlı. Bildim, o məhkəmədədir. Məhkəmədə olduğunu mən də bildim. Qızı ilə indi qızı qoşmuşdum canlı yayıma. Qızı danışırdı. Orada deməli Sizi qaranlıq qalan nədir? qaranlıq qalan odur ki, bunun maddəsini tövsif ediblər 221-3. Yəni 3-cü maddə. yəni ifadə etməklə xüliqanlıq. aha, bu silah mən indi uşağa sual verirəm ki, sənin atan hansı silahdan istifadə edib deyə daş atıb, bir dənə daş atıbdı. İndi siz işin içindəsiniz, vəkilsiz, ona görə istədim ki, yanlış məlumatlandırmayaq biz heç kəsi. Orada daş mı olubdu? Daş olubsa da o silah qismində istifadə olan əşya mı sayılır? Yoxsa lom olub, armatur olub və yaxud da başqa bir şey olub? O haqq sirridir, onu mən sizə Yox, istintaq bitib artıq. İstintaq sirri sayıla bilməz. Ancaq Aha. onunla bağlı Aha. mən dəfələrlə, daha doğrusu iki dəfə mən o rəsadət vermişəm ki, o tamam o hissəsi xaric olunmalıdır. Yəni 221.3-dən tövsif edilə bilməz. Bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı var. Orada konkret göstərilir. Hələ ki istintaqın mövqeyi elədir. İndi biz məhkəmədə onunla bağlı mübahisələ bugün elə istintaqın hansı maddə ilə vermək o demək deyil ki, o istintaqın göstərdiyini təsdiq eləyəcək məhkəmə. İndi bəs Məhkəmədə biz sübutlarımızı təqdim eləyəcəyik. Vəsadətlər vermişəm. Orada bir dənə görüntüyə əsasən o istintaq orqanı sübut kimi qiymətlənir. Görüntülərdə kəsik-kəsikdir. 3-4 epizoddan. İndi onunla, yəni mən vəkil olaraq onun vəsadətlərini vermişəm. Məhkəmədə də ekspertizə tələb edəcəm onunla bağlı. Yenidən. Adil müəllim, təxminən məhkəmə nə vaxt başlayıbdı? Valla hələ ki elə bir şey hazırlıq iclası keçirilir. İndi təyin edilmişdi. Səhv eləmişsə ayın 24-ündədir. May ayının 24-ü, yoxsa bu ayın 24-ü? Yox, bu bloknotuma bax deməliyəm. 24-ündə. Aha, bu ayın 24-ündə. Bəs məhkəmənin qapalı keçirilməsi ilə bağlı nə deyə bilərsiniz? Qız deyir ki, qapalı keçirilirlər, bizi qoymurlar. Qapalı deyil. Elə bir şey. Qapalı deyil. Sadəcə olaraq həddi var da. İndi məhkəmə zalı tutan qədər olmalıdır. Yəni o bilmirəm o veteran yoldaşları var, dörtçü yoldaşları var. Hamı gəlib ona baxmaq istəyir. İndi adamlar var. Şərait yaradıla bilməz axı. Bu bir. İkinci də onun uşağı, o qızı az yaxşıdır. O iştirak edə bilməz axı. Amma qanun icazə vermir ki, o az yaxşıdır, o gəlib iştirak edə. Ancaq valideyn onun digər qohumları iştirak edə. Bu qədər müəllim. Siz bir müdafiəçi kimi necə hesab edirsiniz? Sizin müvəkkiliniz günahsızdır yoxsa yox? Buna təyin olunmuşam ona. Amma hər halda siz dövlət tərəfindən təyin olunsanız da sizin vicdanınız var, siz vəkilsiniz. Ay müəllim, mən vəkil olduğumu yaxşı bilirəm. O vəkillikdən qabaq o məndən döyüşçü yoldaşdır. Eyni zamanda mən Qarabağ müharibəsində o bana 2 il olursa mən 11 il dəfə bölgəsində xidmət eləmişəm. Maşallah. Mən də deyirəm ki, Xocalı faciəsi görmüşəm mən. Xocalı polisində 11 il çalışmışam. Bir mənəvi borcumdur. Həm vəkil kimindən başqa, eyni zamanda bir veteran yoldaş kimi mən üzərimə düşən nə var? Bugündən sonra da edəcəm. Allah sizi var eləsin Adil müəllim. Mən sizə çox dərin təşəkkürümü bildirirəm. Bu sözlərinizə görə. Narahatçılıq ola bilməz və
o maddə verməklə deyil ki, o maddənin bu gün elə istintaq orqanı onun mövqeyi elədi. Ancaq bu gün məhkəmədə biz mübahisələndirəcəyik. İnanırıq ki, yəni ədalət mühakiməsində biz Qələbə çalaq. Qələbə çalaq deyil, yəni qanun qələbə çalaq. Qanun, bəli. Qələbə çalmağımız o önəmli. Yəni hesab edirik ki, heç əməlində cinayət tərkibi yoxdur. Müdafiə etdim Məmmədov Pənahın. Bəli. Gündən də demişəm ki, orada maksimum inzibati xəta var, əmlakə zərər dəyir. O da 1000 manatdan aşağı olduğuna görə inzibati xətadır. Yəni onda dəyərini ödəyib. Və o xuliqanlıq niyyəti ilə onu etməyib, o sadəcə öz uşaqların mövqeyini ki, yəni mən sosialı almalıyam. O 10 nöqteyi nəzərdən. İndi qalan məsələləri məhkəmədə biz mübahisələndirəcəyik. Aydın da deməli. Ola bilər ki, biz məhkəmə Pənah Məmmədovun xeyrinə qərar qəbul etsə, təbii ki, onlar apellyasiya verəcək. Və yaxud da ki, istintaqın mövqeyindən çıxış edərək istintaqın dediyini təsdiq etsə, biz apellyasiya verəcək. Yəni hələ 3 instansiya var. Və eyni zamanda yəni biz hesab edirik ki, yəni ona qədər getməz. Onlar da humanistlik eləyərlər. Yəni bir gün adam ölməyib, göz çıxmayıb, şükür Allah. Yəni düzdür. Pənahın da qəbahəti var. O qəbahət bəli. Var. Biraz iqtisadi əsəblərin cilovlamalı idi, olmaz. Dövlət orqanında gəlir. Hər halda etmirlərsə, mən özünə də dəfələrlə demişəm ki, ondan ötürü inzibati məhkəmə qaydasında verir. Həmin sosialını ala bilər. Ona düşür və onun 3 uşağı var, özü də işləmir, 80 manat pul alır və sadəcə onu o yolla yox da, sivil yolla. Haqlısın, mən də yox. Mən haqq qazandırmıram. Haqq qazandırmıram. Hər halda heç kim, yəni qanunu poza bilməz, heç kimə də haqq verilmir. Hətta günlərin biz görüşmüşük deyin, onu edə bilmərik. Mən sizinlə tamamilə razıyam, amma bütün bu şeylər də nəzərə alınmalıdır. Üstünə kölgə salmaqdır. Mən Pənah Məmmədovu müdafiə etmişəm. Çalışacağım ki, bu gündən belə də yəni ona keyfiyyətli hüquqi yardım göstərir. Təşəkkür edirəm, Adiməm, sağ olun. Uğurlar sizə inşallah. İnşallah biz televiziya, qəzet olaraq bu məsələni nəzarətdə saxlayarıq. O sizin mövqeyinizdir. Yəni mən sadəcə öz üzərimə düşən nə var qanunda, nə nəzərdə tutulur, vəkillər haqqında qanunda, cinayət prosessual məcəlləsində hansı hüquq və vəzifələr var, mən onun öhdəsindən çalışacağım, gəlmişəm, çalışacağım da bundan belə hüquqi yardımımı keyfiyyətli göstərir. Təşəkkür edirəm, sağ olun Adiməm, Allah var eləsin. İşlərimiz avan da olsun. Sağ olun, sağ olun.